əziz dostlar, salamlayıram sizi. Qardaşımız İlkin bəy gəldi bizim Zabitlər Birliyinə. Bizim Mərkəzi Kitabxanada, Müdafiə Nazirliyinin Mərkəzi Kitabxanasında İlkincə sizə bəzi şeylər göstərim. Sizdən salamlaş da, bir kanalın Azərbaycandan görüləcək. Əziz dostlar, sizi görməyimizə çox şadıq. Ukraynanın bu çətin günündə bizə dəstək verən bütün dostlara minnətdarıq. Heç nədən narahat olmayın. Qələbə Ukrayna xalqı iləndir, qələbə bizləndir. Allah qoysa şad xəbərlər bizi gözləyir. Sağ ol əzizim. Bax, ya biraz göstərim. Bizim jurnalistlərin, yəni bilirsən də müharibə informasiyadır başdan. Amma bizim, mənim bax, bu iki kitab, bunu da götür. Bizim jurnalistika institutuyla bir yerdə yazdığımız kitablar. Burada mənim məqaləm də var. Jurnalist Nizalajnısta. Bizim direktor, jurnalistikanın direktoru imzalayıb. Bunu da mən, bunu da buradadır. Bir yerdə imzalamışıq. Deməli, burada nədən söhbət gedir? Bir dəqiqə göstərim. O 80-ci illərin sonunda bir dəqiqə. Mündəricə taxırdadır. Bir dəqiqə. Taras Çornobil'in oğlu. Yuri Bondar Elxan Nuriyev, 108-ci 80-ci taraf. 108 bir dəf. Biraz da. Bir də. Birində. Hadi var görürsən. Zapilli şey deməkdir, gizlində. Azad, gizlində azad söz. Bax, bu deməli, kafedra müdürüydü də, Yuri Bondar. İndi jurnalistikanın direktorudur. Bax, budur. Sonra burada, bunu amma Amerikalılar yazıblar. Burada da bizlə bağlı, Azərbaycanla bağlı qəşəng materiallar var. Bu sənin üçün vacib deyil, nəysə. Vaxt olar, vaxtın çox olur. Deməli, əziz dostlar, nəyə görə? Bizim, deməli, Rusiyadakı diasporadan biraz fərqimiz ondadır ki, burada da. Gördün qardaşı? Gördün, bu da bizim generallar. Tanışlardır, burası tanış simalardır. Kvant fizikası üzrə ən yaxşı mütəxəssisdir, bu Zabitlər Birliyinin sədridir. Bunlar da generallardır. Nəysə, sözüm onda deyil. Sözüm ondadır ki, Ukrayna diasporasının Rusiyadakı və digər ölkələrdəki diasporalardan fərqi ondan ibarətdir ki, bizim buradan o müharibədən qaçmayan dostlarımız hamısı özlərini süqut elədilər. Ona görə burada çox böyük mehribançılıq var. İlkin elə deyil, yox. Dostlar, hər işə, hər xeyrə, şərə, bircə, necə deyirlər, bircə kəlmə söz lazımdır. Əlimizdən nə gəlir? Vətənimiz üçün, Ukraynada bizim vətənimizdir, ikinci vətənimiz sayılır. Uşaqlarımızın, üz istəyən bağlarımızın ana vətənidir. Ona görə də bizim əlimizdən nə gəlir? Ukrayna üçün, Ukrayna dövləti üçün heç nəyə əsirgəmirik. Sənə də təşəkkür edirəm. İlkin bəy gəldin. Gördün biz aradayıq, nə iş görürük. Bir də axırda imkan olsa bir neçə saniyəlik. Buyur. Bayram fonunda ilə. Əziz və hörmətli dostlar, axır vaxtlar biz çox üzücü xəbərlər alırıq. Ona görə ki, nədir xəbər, nədən ibarətdir? Ondan ibarət ki, Azərbaycan Respublikasının vətəndaşların Rusiyada olanları və yaxud Azərbaycanda olanları aldadıb Rusiyaya aparırlar, pul müqabilində və yaxud hər hansı bir şirin vədlər verib Ukrayna döyüşməyə göndərirlər. Və onlar burada, necə deyirəm, məhv olurlar və meyitlər qalır burada. Sonra onların yaxınları, dostları müraciət edir, onları axtarır. O bizim üçün də ağırlı bu haldır və biz xahiş edirik ki, onların şirin vədlərinə uymayasınız. Çünki bu həmi dövlət yanında, həmi dinimizə uyğundur ki, sən pul müqabilində gəl, yatan vətəndaşların, dinc əhaliyə sən silah hücum elə, silahla, ondan sonra bomba at və yaxud da indi dronla hər hansı bir formada mənfi güc tətbiq elə. Bu qəbul olunmaz. Öz üzr istəyirəm ölkəmə böyüyəm səndən. Həm də işğaldan təzə çıxmış Azərbaycanın vətəndaşı. Həm bu bizim dövlətimizə, xalqımızın əqidəsinə, inkişafına ziddir, həm də Ukraynanın inkişafına, xalqına zülm olunur. Və ondan sonra şəxsən mənim tanıdığım 10 adam bir həftə ərzində mənə müraciət edib, onların meyidini axtarır. Və biz ona heç cürə kömək eləyə bilmirik və eyni zamanda onların da dərdlərinə şərik oluruq. Amma acıyırıq talihlərinə. Amma yenə də yada salmaq istəyirik ki, onlar səhv yoldadırlar. Onlar Rusiyanın şirin vədlərinə inanmasınlar və
xahiş edirik ki, təbliğat aparın ki, onlar bu yoldan çəkinsinlər. Həm də İlkin bəy, bilirsən problem nədir? Allah eləməsin, Ukrayna yıxılsaydı, növbəti Azərbaycan. Bəli, bəli. Ukraynadakı müharibə də Azərbaycana müsbət təsir elədi ki, Azərbaycan öz torpaqlarını qaytardı və o işğalçı Rusiya səsini çıxardı bundan. bəli, bəli. Azərbaycan və Bizim Qazaxıstan. qardaş dövlətlərimiz Türkiyə, Pakistan və bir çox eləcə də Ukrayna Bəli, bəli. köməyi ilə, dəstəyi ilə. Mən yeri gəlmişim, bilmirəm nə qədər sənin məlumatın var. 2020-ci ilin oktyabrın sonunda Ukrayna özü müharibədə ola, düzdür, 20 miqyaslı müharibə deyildi, amma Azərbaycana silah göndərdi. Bəli, bəli. Hə, bilirsən sən. Deməli, müharibənin şiddətli dövründə Xəzər dənizində bizim nə qədər hava hücumlarından müdafiə qurğularımız var. Ruslar gəlib bir gecə ilə onların şəklini çəkib. Bunu Ukraynanın mütəxəssisləri gəlib onun bir sutka ərzində yerlərini dəyişib və Azərbaycana böyük onu kömək edirlər. Bunu hərbi ekspert var, Üzeyir Zəfər. Bilirəm. O danışır, Üzeyir mən bəy ona dostumuzdur, qulaq asım. qardaşım. Salamlayıram Çox mən də. sağ olsun. Bir daha Hə, ondan əlavə bəy bilirsən, həm də deməli xüsusi yüngül minamyotlar var. Onların minalarını göndərmək. Vacib olan Azərbaycan üçün bizdə dağ döyüşü gedirdi və bizdə doğrudan da frontal döyüş gedirdi də Ukrayna fərqində. Ukraynada səngər döyüş gedir. Bilmirsən. Bax 10 dənə binadır, bilmirsən hansı bina kimdədir. Gün ərzində bir neçə dəfə yer dəyişirlər. Çox sağ ol İlkin bəy. İnşallah bu işlərimizi davam elətdirəcək. Sağ ol. Sağ olun dostlar. İşlərimiz davam edir.